اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم، وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Allah'a həmd sənalar olsun. İl dolandı, Məhərrəm ayı yetişdi. Əbu Abdullah Hüseyin əleyhissalamın əza günlərinin başlanmasında Allah-u Teala bizlərə də nəsib elədi, öz evində cəm olub Əbu Abdullah Hüseyin əleyhissalamın əzadarlığında iştirak etməyi. Bu əzalı günlərin başlaması münasibəti ilə başda sərvərimiz Ağa İmam-ı Zaman Əccalallahu Fərəcəhu Şərif olmaqla bütün bəşərin haqq sevər insanlarına, bütün əhl-i beyt sevər insanlara, sizlərə bu qəmli, əzalı, hüzünlü günlər münasibəti ilə təsliyyət ərz edirəm. Allah-u Teala Əbu Abdullah Hüseyin əleyhissalamın mərifətin bizlərə bəxş eləsin. Ağanın ziyarətin və şəfaətin bizlərə bəxş eləsin inşallah. Mühərrəm ayının birinci günü həm təqvimin dəyişmə günüdür. Hicri qəməri təqviminin 1446-cı ili tamam oldu və artıq 1447-ci il daxil oldu. Mühərrəm ayının birinci günü Hicri qəməri təqviminin ilk günüdür. Və bu gecədən artıq Hicri qəməri təqvimi dəyişir və öncə mövzuya keçməmişdən qabaq bu gecənin barəsində bir neçə kəlmə mən istəyirəm ki, diqqətinizə bəzi məsələləri çatdıraq ki, bugünün münasibəti ilə. Ümumilikdə Mühərrəm ayı ki deyirik, bu aya niyə Mühərrəm deyilib? Hədisdə buyurulur, Əl-Muhərrəm şəhrullah. Mühərrəm Allahın ayıdır, şəhrullahdır. Səmmədhul ərəb bihazəl ism liənnəhum kənu la yəstəhillunə fihil qital. Çünki ərəblər bu ayı Mühərrəm adlandırıblar buna görə ki, bu ayda müharibələri özlərinə haram bilərdilər. Mühərrəm haram edən mənasındadır sözün tərcüməsi. Yəni bu ayda döyüşləri, müharibələri, qətilləri özlərinə haram bilərdilər. وأضيف إلى الله تعالى إعظاما له كما قيل للكعبة بيت الله. Və bu ayı nisbət veriblər Allaha, şəhrullah deyiblər. Bu münasibətlə ki, necə Kəbə ibn Allahın evi deyilib, bu aya da ilahi ay deyilib, ilahi rəhmət aylarındandır. Əziz Peyğəmbərimizdən hədis var. Mühərrəm ayının ilk gecəsinin barəsində, bu gecənin barəsində. İnnə fi Muharrəm leylətən şərifətən və hiyə əvvəlu leylətin. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, bu ayda bir şərafətli gecə var, o da ilk gecəsidir Mühərrəm ayının, yəni bu gecədir.
Mən salli fiyhə mi'ətə rəcətin yəqra'u fi kulli rəcətin əlhəmd və qul huvallah. Hər kim bacarsa bu gecə 100 rükət namaz qılsa, 50 dənə eyni sübh namazı kimi bir həmd bir qul huvallahla qılınan namazdır. Niyyəti budur, Muharrəmin ilk gecəsinin namazını qılır. Və yusallim fi axir kulli təşəhhüd və sam sabihətəl yevm və huve əvvəl yevmun minəl Muharrəm. Hər 2 rükət tamamında təşəhhüdü və salamı deyəcək. Hər 2 rükəti bitirib təzədən başlayıb namazı qılacaq. Bu cür sübh eləyə, bir halda ki, bilə ki, bu gecə Muharrəm ayının ilk gecəsidir. Kana mimmen yadumu aleyhi'l hayrus sanati və la yazalu mahfuzan minəl fitneti iləl qabil. Hər kim bu namazı bu gecədə qılsa, bir illik ibadətin savabı onun üçün yazılar və Allah mütəal bu Muharrəmdən gələn Muharrəm ayına qədər bir il onu bütün fitnələrdən qoruyar. Heç bir fitnə, fəsad o insana üz göstərməz. Və immata qəblə zalikə sara iləl cənnə inşaallah. Birdən oldu, dünyasını dəyişdi, gələn ilin Muharrəminə qədər gedib çıxması o adam, deyir, üz tutar birbaşa Allahın izni ilə cənnətə. Bu qədər çox əhəmiyyət verilir bu gecənin ibadətinə. Başqa namazlarda deyilib, indi kiminsə gücü çatmaz bu namazı qılmağa, başqa namazlarda deyilib. Biri 2 rükətli namazdır, həmddən sonra 1-ci rükətdə Ən'am surəsi oxunacaq, 2-ci rükətdə həmddən sonra Yasin surəsi oxunacaq. Bu cür namaz 2 rükətdə tamam olur. Və hacətlərin qəbulu üçün çox mühümdür bu gecə. Və 3-cü bir namaz deyirəm ki, asan namazdır. O da 2 rükətdir. Hər rükətdə bir həmd, 11 dənə də qul huvallah. Bunu kamı qıla bilər də. 2 rükət namazdır. Hər rükətdə bir həmd, 11 qul huvallah. Bir salavat zikr edək. Allahümmə salli ələ Muhammed və aleyhi Muhammed. Və sabahki gün üçün çox tövsiyə olunub oruç tutmaq, Muharrəm ayının 1-ci günü. Hər kimin nə hacəti var, nə müşkili var, nə istəyiniz var ki, Allahdan istəyirsiniz, onu alasınız. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Zəkəriyya Muharrəm ayının 1-ci günündə oruç tutdu və bu duanı elədi. Rabbi habli min ladunke zurriyyatan tayyibatan inneke semi'ud dua. İlahi, mən səndən bu qoca vaxtımda bir dənə evlad istəyirəm. Bir evlad arzum var səndən. Baxmayaraq ki, Həzrət Zəkəriyyanın qoca vaxtı idi. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, bu gün Muharrəm ayının 1-ci günü ki, oruç tutdu və Allahdan dua elədi, Allah mütəala onun duasını qəbul elədi. Xüsusilə bunu Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət var ki, hər kim evlad arzusu ilə yaşayır, evladı olmayanlar sabahki gün oruç tutalar və Allahdan istəsələr, Allah bir evlad bəxş eləyər onlara. Və fərq eləməz, hər kimin nəsə bir hacəti var, bir istəyi var, bir müşkili var ki, Allahdan istəyir o hacətini alsın. Sabahki gün oruç tutub, Allahdan bu duaları eləmək. Böyük ariflər tövsiyə ediblər ki, bu gündə bu 10 günlük xüsusilə duaların, hacətlərin qəbul olan günüdür. Deyiblər, çalışın Allahdan istəyərkən elə Əbu Abdullah Hüseyin əleyhissalamın özünü istəyin. Bəlkə ən böyük duadır bu. Allah bizə İmam Hüseyin əleyhissalamı ver. Çünki bir hədis-i qudsi var, Allah-u Teala buyurur ki,
hər kimin Allah xeyrin istəsə, hansı bəndənin Allah xeyrin istəsə, onun qəlbinə Əbu Abdullah Hüseyn əleyhissalamın və onun ziyarətinin məhəbbətini salar. Baxın, Allah deyir ki, mənim ən sevdiyim bəndə kimdirsə, mən ki, istəyirəm ona xüsusi bir hədiyyə verəm, ən böyük hədiyyəm budur ki, onun qəlbinə Əbu Abdullah Hüseyn əleyhissalamın məhəbbətini salaram, onun ziyarətinin məhəbbətini salaram. Ona görə də bu günlərdə Allahdan elə bunu istəyək ki, Allah qəlbimizə Əbu Abdullah Hüseyn əleyhissalamın məhəbbətini sal, sevgisini sal. Əgər az da varsa, bunu Allah əlimizdən alma. Çünki bizim həyatımızda ən dəyərli neymət ki, varımızda olur. Ağa İmam Hüseyn əleyhissalam eşqi olmasa, o zaman biz hara gedərik? Bu qədər günahlarla, bu qədər nöqsanlarla insan hara gedər? Bir şəxs gəlmişdi İmam Sadiq əleyhissalamın yanına, bir cavan. Dedi ki, ağa, çox yorulmuşam. Nə qədər töhmət, nə qədər danma, nə qədər təhqir, tənqid. Bu şeylər məni yorub. Bu şəhərdə mən artıq sıxılıram. Bu şəhərdə mən artıq narahatam. Yaşaya bilmirəm bu şəhərdə. Ağa, mənə yol göstər, mən neyniyim? Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, qaç Hüseynə tərəf. Hər vaxt gördünüz ki, narahatsınız. Hər vaxt gördünüz, sıxıntınız var. Bu imam sözüdür, İmam Sadiq əleyhissalamın sözüdür. Gördün ki, yorulmusan, istər cəmiyyətdən yorulmusan, istər özündən yorulmusan, öz günahlarından yorulmusan, deyil İmam Hüseyn əleyhissalama tərəf qaç. Mən bilmirəm hikməti nədir. Nə baş verir insan İmam Hüseyn əleyhissalama tərəf qaçanda? İmam Sadiq əleyhissalam deyir ki, elə o tərəfə qaçın. Gördünüz çətindir, gördünüz yoruldunuz, qaçın İmam Hüseynə tərəf. Sıxılın İmam Hüseyn əleyhissalama. Onun da bir yolu onun əzadarlığına gəlməkdir. Onun əzadarlığında iştirak eləməkdir. O dəftərə öz adımızı yazdırmaqdır. Tarixdə bir Aşura bir hadisədir. Bir neçə saatın içində və bəlli bir məkanda baş verib. İraqın Kərbəla adlı bir çölündə Məhərrəm ayının 10-cu günü sübhdən əsrin vaxtına qədər bir neçə saatın içində baş vermiş bir hadisədir. Amma niyə 1400 ildir bu hadisə təzədir? Niyə 1400 ildir bu hadisə yaşayır? Və bu qədər əks təbliğlərin, bu qədər qadağaların, bu qədər çətinliklərin süzgəcindən 1400 ildə bir hadisə necə gəlib çıxa bilər ortaya? Elə zamanlar olub ki, bilirsiniz də, mütəvəkkil kimi zalim dönəmində İmam Hüseyn əleyhissalama nə ziyarətinə getmək olardı, nə ona ağlamaq olardı, nə ona əzadarlıq saxlamaq olardı. Bu qədər qadağalar qoyulub. Tarix boyu İmam Hüseyn əleyhissalamın məktəbi ilə, İmam Hüseyn əleyhissalamın şüarları ilə mübarizələr aparılır. Hamımız da bütün dönəmlərdə bunun şahidi olmuşuq. Görürsən, Məhərrəm ayı gəlir, o qədər bu məsələ gündəm olur, bəzi insanların sözündə, məsələn, niyə biz ərəbə ağlayırıq, niyə 1400 il bundan qabaqçı bir hadisəyə ağlayırıq və s. və ilaxır. Bu qədər əks təbliğatlardan keçib gələn 1400 illik bir hadisə necə olub ki, ucur yaşayıb? Nə baş verib? Kimsə desə ki, faciənin böyüklüyünə görədir, bu yanlış bir fikirdir. Mən bunu xüsusi deyim. Çünki adətən bu cür təbliğ olunur. Elə
Bəzi hallarda görürsən, xətiblərin də dilindən bu sözü eşidərsə, niyə İmam Hüseynin matəmidir? Çünki İmam Hüseyin əleyhissalam orada balalarını, qardaşlarını şəhid verdi və əhli əyalı da əsir oldu. Hamısı əlindən getdi. Yox, bu fikir yanlış fikir. Tarixə baxsaq, Aşura hadisəsindən böyük qanların töküldüyü, faciələrin baş verdiyi hadisələr olur. Bu iddia yanlış iddiadır. Bir günün içində bundan çox qətliamlar baş verib. Bundan çox körpə uşaqlar öldürülüb. Bundan çox insanlar qətl olunub. Amma tarixin keşməkeşində onların bəzisi unudulub. Bəzisi də elə tarix olaraq qalıb. O qədər də təzə deyil. Bəs niyə İmam Hüseyin əleyhissalamın əzadarlığı bu qədər təzədir? Hər il təzələnir. Hər il təzələnir deyərkən, hadisənin baş verilməsində heç bir dəyişiklik yoxdur. Hər il eyni məsələ danışılır. Hər il İmam Hüseynin şəhadəti eyni cür danışılır. Əli Əkbər ağanın şəhadəti eyni cür danışılır. Əli Əsqər ağanın şəhadəti eyni cür danışılır. Dəyişiklik. Dəyişiklik burasındadır ki, İmam Hüseyin əleyhissalamın məktəbindəki dərslər hər il təzədir. Mütaliə eləsin, hər il təzə bir məsələlər çıxacaq ortaya. Və inşallah ki, neçə ildir bu mövzunun barəsində silsilə olaraq danışılır. Nəsib olsa, bir daha bu mövzuların barəsində danışılacaq İmam Hüseyin əleyhissalamın aşurasından ala biləcəyimiz dərslər. Amma bugün bir müqəddimə olsun ki, niyə İmam Hüseyin əleyhissalamın əzadarlığı bu qədər qabarıq, önə çıxır? Obri əlmi ətharında şəhadətləri var. İnşallah qismət olar bunun barəsində danışarıq, amma bugün mən bir müqəddimə istəyirəm deyim bu mövzuya. İnşallah qismət olar 10 günlüyün barəsində danışarıq. Onlardan biri budur ki, İmam Rıza əleyhissalamdan da hədis buyurur, İnnəl Hüseynə misbahul huda və səfinətün nəcah. Bu Peyğəmbər Əkrəmin hədisidir. Hədisdir, Peyğəmbər buyurub ki, həqiqətən mənim Hüseynim nicat gəmisi və hidayət çırağı. İmam Rıza əleyhissalam buyurur ki, biz hamımız, bütün imamlar nicat gəmisi və hidayət çırağı yox. Lakin Cəddim Hüseynin gəmisi Səfinətul Hüseyn Əvsa və Əsra. Cəddim Hüseynin gəmisi bütün gəmilərdən, nicat gəmilərindən həm çox genişdir və həm çox sürətlidir. Həm tutumu çoxdur, həm də sürətlə aparıb çatdıra bilir. 10 günlük elə bir cövhərdir, insanı dəyişə bilər. Hər birimizi dəyişmək qüdrətinə malikdir bu 10 günlük. Yetər ki, biz qədrin bilək. Əhəmiyyətli yanaşaq, ciddi yanaşaq. Məsələn, düşünüm ki, mən bu 10 günlükdə bütün işlərimi nizamlamalıyam bu Əbu Abdullah Hüseyin əleyhissalamın məclislərinə görə. Nəinki, məsələn, əgər bugün işim olmasa, gedib məclisində iştirak edəyəm. Bütün fikrimiz, zikrimiz nə olmalıdır? Bu 10 günlüyü fərq eləmir bu məsciddə, bu məclisdə, hər harda, hər necə, amma İmam Hüseyin əleyhissalama əzadarlıq saxlamaq şərti ilə. Mühərrəmin ilk günündən insan hiss eləməlidir ki, mən dünənki insan deyiləm. Mənəvi özündə bir hal tapmalıdır, istiğfar eləməlidir bu 10 günlüyə qədəm qoyarkən. Bir halını dəyişməlidir. İmam Sadiq əleyhissalam buyurur ki,
Atam İmam Baqir əleyhissalam elə ki Mühərrəm ayının 1-ci günü daxil olurdu, atamı gülən görməzdik. Elə ki gəlirdi Aşura günü çatırdı, olurdu atamın qəm günü, hüzün günü, əvvəlindən günün axırına qədər ağlayırdı, əzadarlıq saxlayırdı. Bu məsumların nədir? Bu günlərdəki rəvişidir, yoludur. Məsumlar özləri belə Əbu Abdillah Hüseyin əleyhissalamın əzadarlığına, ziyarətinə, türbətinə xüsusi önəm veriblər. Xüsusi önəm veriblər. Bir kitab yazılıb, Kamil-i Ziyarət. İmam Hüseyin əleyhissalamın ziyarətinin savabları. Əgər insan orada yazılan savabların bir çoxunu burada oxusa, bəlkə məsələn, məclis dəyər bir-birinə, məclisi qoyar, mümkündür qalxa gedə İmam Hüseyin əleyhissalamın ziyarətinə. O qədər hədislər gəlib bunun barəsində ki, insan ağlı bunu dərk eləyə bilmir. 3 əsas xüsusə ziyarətində Həzrətin toxunulub məsumlar tərəfindən. Deyiblər ki, Həzrətin ziyarətinin insanın həyatında 3 mühüm təsiri var. Biri mənəvi təsirdir, biri dünyəvi təsirdir, biri də uxravi, axirət üçün olan təsirlərindəndir. Həzrət İmam Rıza əleyhissalam buyurur, bir Qur'an-ı Kərimdə ayəmiz var. İnnəl muttəqinə fi cənnatin və nəh. Müttəqilər, təqva əhli, cənnətdə o bulaqların, o xüsusi Allahın onlar üçün təyin elədiyi neymətlərin içindədirlər. İndə məliki muqtədir. Cənnətdədirlər müttəqilər, İndə məliki muqtədir. Qüdrət sahibi olan sultanın, Allahın yanındadılar. İmam Rıza əleyhissalam bu ayəyə təfsir verir. Məlikli muqtədir bir haşiyə çıxıb deyiblər ki, Allahın elə əzəmətli adlarıdır ki, deyiblər hər vaxt hacətiniz olsa, o hacəti almaq üçün Allahın bu iki adına and verin. Əl-Məlik, Əl-Muqtədir adlarına Allahın and verin. Hacətiniz qəbul olsun. İmam Rıza əleyhissalam buyurur ki, bu ayənin müstaqı müttəqilərdən bu ayədə məqsəd bir də Cəddi Hüseyin əleyhissalamın ziyarətçiləridir, zəvvarlarıdır. Həzrət buyurur, mən zarən Hüseyin ibn Ali əleyhissalam arifən bi haqqı. Hər kim İmam Hüseyin əleyhissalamı arifən bi haqqı ziyarət eləyər, yəni mərifətlə, dərk eləyərək, o Həzrətin haqqın başa düşərək, o Həzrəti gedə ziyarət eləyər. Kana min muhaddisillah əzzə və cəl. Sanki ərşidə Allahla söhbət eləyib. Allahla danışıb. İmam Hüseyin əleyhissalamı ziyarət eləməyi, İmam Rıza əleyhissalam buyurur, sanki ərşdə Allahla müxatab olub. Nə qədər bunun savabı var. Hər kim deyir, İmam Hüseyin əleyhissalamın ziyarətinə gedər. Allah 4000 mələk təyin eləyər. O 4000 mələk həmin insanı istiqbal, qarşılayar. Biz görmürük. 4000 mələk gələr, həmin şəxsi Əbu Abdillah Hüseyin əleyhissalamın hərəminin qarşısında qarşılayar. Birdən İmam Hüseyin əleyhissalamın ziyarətçisi xəstələnsə, 4000 mələk onu gələr başa çıxar.
Mələklər gəlib özü onu ziyarət edir. Birdən bir çətinliyi qarşıya çıxsa, mələklər onun müşkülünün həlli üçün dua eləyər. 4000 mələk onun üçün məğfirət diləyər və birdən dünyasını dəyişsə, Həzrət buyurur ki, 4000 mələk onun təşyiə cənazəsinə gələr. Onun cənazə namazında 4000 mələk gələr, iştirak edirlər. Bu qədər Allah önəm verir İmam Hüseyin əleyhissalamın zəvvarına. İmam Sadiq əleyhissalam buyurur, İnnə Fatıma bint Muhammed sallallahu aleyhi və İmam Sadiq əleyhissalam buyurur ki, həqiqətən Peyğəmbər qızı xanım Fatıma təhziru lizuvvar qəbri İbnəhəl Hüseyin fəstəğfəru ləhum zunubəhum. Xanım Zəhra salamullahi aleyha İmam Hüseyin əleyhissalamın zəvvarlarını başı üstünə gələr, can verən halda. Onlar üçün istiğfar eləyər. Mələklərə deyər, durun, günahı var, mən onun əvəzindən tövbə edirəm. Mən onun üçün bağışlanmaq diləyirəm. Bu mənəvi təsiridir insanın halında İmam Hüseyin əleyhissalamın ziyarətinin barəsində. Dünyəvi təsirləri nədir? Həzrət buyurur, mən zarəl Hüseyin, hər kim İmam Hüseyin əleyhissalamı ziyarət eləsə, qəm qüssəsi aradan gedər. Qəmin dağıdar Allah onu. Yəqin ki, ziyarətdə olan qardaşlar bu sözü öz hallarında hiss ediblər. Birdən bir çətinliyi olub, qəmi olub, amma gedir orada ziyarət ərəfəsində heç yadına düşmür. Qəmin dağıdır Allah onu. Üçüncüsü, axirət üçün olan mükafatlı ziyarətin. İnnə li zuvvarəl Hüseyin ibn Ali aleyhissalam yevməl qiyamə fəzlən alən-nas. İmam Hüseyin əleyhissalamın zəvvarları qiyamətin günündə bütün insanlardan fəzilətli olarlar, seçilərlər. Nə ilə? Qultu və ma fəzluhum. Bir nəfər soruşdu ki, onların fəziləti, seçilmə səbəbləri nə olacaq? Qalə yədxulunəl cənnətə qəblən nas bi 40 am. Keş bu hədisləri diqqətlə qulaq asa biləydik. Düşünə biləydik. Qiyamətdə bütün insanlardan İmam Hüseyin əleyhissalamın zəvvarı 40.000 il öncə cənnətə daxil olar. Və sairun nas fil hisab vəl mavqif. Halbuki bütün insanlar hesab kitabdadılar. Bütün insanları saxlayıblar, hesab kitab eləyirlər, Əbu Abdullah Hüseyin əleyhissalamın zəvvarlarını sürətlə apararlar cənnətə. Bu da axirət xeyirlərindəndir. Ağanın məclislərində iştirak eləmək. Bunları saldalamaqda məqsəd budur ki, niyə axı İmam Hüseyin əleyhissalamın zəvvarları üçün bunları deyiblər? Niyə ağanın əzadarları üçün bunları deyiblər? Niyə ağanın türbəti üçün bu sözlər deyilir? Niyə? Bax, inşallah bunun barəsində danışacağıq. Bu müqəddimədir. İmam Rıza əleyhissalamdan deriz. Qurur, İnnəl muharram şə'ru kana əhlül cahiliyyə yuharramuna fihil qital. Bütün cahil ərəblər belə bu ayda döyüşü özlərinə haram bilərdilər. Ardıca Həzrət İmam Rıza əleyhissalam buyurdu, İn kunta bakiyən li şeyin. Birdən gördün ki, qəlbin dolub, bir şey ağlamaq istəyirsən. Bəzi halda olur ki, insan ixtiyarsız hiss edir ki, o qara bulut kimi dolmusan işdən, ağlamaq istəyirsən.
Bəzən də olur ki, insan bir əzizini itirib ağlamaq istəyir. Bir doğmasını itirib ağlamaq istəyir. Həzrət buyurdu ki, İn kunta bakən li şeyin fəbkilil Hüseyin ibn Ali aleyhissalam. Birdən kiməsə ağlamaq istəsin, nəyəsə ağlamaq istəsin, İmam Hüseyin aleyhissalam ağla. Baxın, bu bir imam kəlamıdır. Bu kəlmə imam kəlamı olduğunun göstəricisi nədir? Bu sözü İmam Rıza aleyhissalam 1400 il qabaq deyib. Və bu hədis çox da təbliğ olunmayıb. Ən azı 70 illik Sovet dönəmində bu hədisi heç kim danışmayıb. Qadağalar var idi da, düz. Amma insanlar ixtiyarsız, balası ölürdü, analar ya Hüseyin və Hüseyin deyib ağlayırdı. Niyə? Anası ölən, balası ölən anaya, ya qardaşı ölən bacıya, orada kimsə söz deyə bilir, kimsə yaxınlaşır, ona söz deməyə qışqırır, qovur. Çünki orada elə bir halda olur ki, özündən bir ixtiyardır bu hal. Ona heç kim, heç yaxınlaşıb sakit ol da deyə bilmir. Yaxşı, həmin anda kim bunun gəlir, təlqin edir ki, oğluğu qoy kənara Hüseyni ağla. Bu nədir? Bunun hamımız şahid olmuşsa, bu sözün İmam Hüseyin aleyhissalamın əzadarlığının xilafına danışanlar özləri belə evlərində şahid olublar. Bir dənə əzizləri gedibsə, görüblər ki, qohum əqrəba yığılıb, ya Hüseyin və Hüseyin deyib ağlayıb. Axı, bir insan ki, sən əgər həqiqətən ziyalı bir insansan, gərək düşüncən olsun. Otur, düşün, fikirləş ki, bu heç bir təbliğatla əmələ gələ biləcək bir məsələ deyil. Təbliğat bilirsiniz nədir? Mən bir məsələni təbliğ eləyərəm sizə və yeri də gələndə yadınıza salaram ki, filan şeydən danışırdım, buna eləmək lazımdır indi burada. Buna təbliğat lazımdır. Amma bu belə bir məsələdir ki, bunu heç kim gəlib həmin vaxt təlqin eləmir ki. İxtiyarsızdır, insanın əzri ölüb oturur İmam Hüseyni ağlayır. Nə məsələdir bu? İmam Rıza aleyhissalam deyib ki, birdən ürəyə bizi ağlamaq istəsə, Əbu Abdullah Hüseyin aleyhissalam ağlayır. Bu məclislərdə mədhiyyə demək, şeir demək. İnşallah elə sözümüzü tamam edərik bununla. Əbi Harun Məkfuf adlı bir şəxs idi. Gəlmişdi İmam Sadiq əleyhissalamın yanına. İmam dedi ki, Əbu Harun, eşitmişəm ki, sən mərsiyə deyirsən, roza deyirsən. Bizi üçün də roza dikinən, bizi üçün də mərsiyə dikinən. Amma şərtim var sənə. Dedi ki, bu şərtimi dikinən eşidirəm. İmam Sadiq əleyhissalam buyurdu ki, düşünmə ki, imamın qarşısındayam. Öz aranızda, özünüz olanda necə əzadarlıq ediyorsunuz, necə mərsi ediyorsunuz, o cür dikinə. Bihar-ül Ənvar, cild 44 səhifə 287. Mən bunu niyə qeydim vururam? İmam deyir ki, düşünmə ki, imamın qabağındasan. Xəlvətdə, öz aranızda necə əzadarlıq ediyorsunuz, o cür ediyor. Yəni, imam özü bu şeyə izin verir, təşviq edir ki, əzadarlıqda insan öz halını tapmalıdır. Hərənin bir cür halı olur orada. Biri bəkdən ağlayır, biri yavaşdan ağlayır. Biri bəkdən sinə vurur, biri yavaşdan sinə vurur. Bunlar bir ixtiyari bir şeylərdir, bunlar eşqi bir məsələlərdir. Ola bilər, sənin yavaş sinə vurmaqdan xoşun gəlir, sən yavaş məsələrini yavaş sinəsini vurarsan. Amma bərk vuranda da
fikirləşmə, bu niyə bu cür edilir? Bunu fikirləşmə. Bunu irad bildirmə, bunu nöqsan kimi baxma bu məsələyə. Hər adamın özünün bir daxili halı var. Və bu İmam Hüseyn əleyhissalamın məclisləri bu halı ortaya çıxardır, izhar edir. Kumeyd bir şair idi. Gəldi İmam Sadiq əleyhissalamın qarşısında bir beyt şeir dedi. Həzrət burada Allahum məğfir lil Kumeyd. Muhaqqətdən var. Axır. Allah Kumeydin keçmiş və gələcək bütün günahlarını bağışla. Niyə? Əbu Abdullah Hüseyn əleyhissalamın məclisində şeir deyib buna görə. İmam Sadiq əleyhissalam burada ki, Kumeyd bilirsən sənə niyə bu cür dua eləyirəm? Çünki sən roza oxuyurdun, sən şeir oxuyurdun. Siz görmürsünüz bunu. Ərşin mələkləri ağlayırdı. Bu qədər dəyər veriblər. Di'mil Xuzai. Gəldim deyir, İmam Rıza əleyhissalamın müqabilində bir beyt şeir dedim əhli beytdən. Həzrət o qədər ağladı ki, bütün saqqalı islanmışdı. Ondan sonra deyir, İmam Rıza əleyhissalam öz əyninin köynəyini çıxartdı, bağışladı mənə. Dedi, mən bu köynəklə illərdir gecə namazı qılmışam. Təbərrük olsun, bunu verirəm sənə. Bir miqdarda pul verdi həmin rozaxana, şairə. Mən dedim ki, mən bu rozanı bunun üçün deməmişdim. Dedi, bilirəm. Amma öz dərdivə əlac eləyərsən, öz müşkülləri bununla həll eləyərsən. Yəni, məsumlar bu məclislərə özləri bu qədər dəyər verildi, əhəmiyyət verildi. Hətta pul xərcləyirdilər buna. Bir sözüm budur ki, bu danışdıqlarımız hamısı bir dənə müqəddimədir əzadarlıq üçün. Mən ki, bayaqdan danışırdım, əzadarlığın savabı, ziyarətinin savabı, bunlar müqəddimə idi. Ki, biz gələk o hala yetişək və o əzadarlığı bərpa edək. Çünki Əbu Abdullah Hüseyn əleyhissalamın şüarları nə təbliğlə, nə kitablarla, nə simpoziumlarla, bunlar hamısı yerindədir, yaxşıdır. Bunlar olmalıdır. Elmi, maarifi, təbliği tərəfləri olmalıdır. Amma Əbu Abdullah Hüseyn əleyhissalamın şüarları 1400 ildə gəlib bu günə çatmasında ən böyük rolu bu əzadarlıqlar oynayır. Bu sinə vurmaq, ya Hüseynlər oynayır. Bunda diqqətli olacaqsan. Bu cür olmasın ki, məsələn, söhbət bitdi, mən də gedim. Ola bilər, istisna insan ola bilər, vacib bir iş olar, gedər. Amma diqqətli olaq ki, bu məclisdə bizə nə verəcəklərsə, o əzadarlıqda verəcəklər. O bir damla göz yaşı axıda bilsək, onda nə olacaq? Xanım Zəhra salamullah əleyha müştərisidir o göz yaşlarının bu gündə. Əvvəldə də dedim, Xanım Zəhra salamullah əleyha gələr qəbrin əvvəl gecəsində, hal-i ehtizar halında. İnsan ki, can verir, heç kimin ona əlac eləmək qüdrəti yoxdur. Heç kim kömək eləyə bilmir. Xanım Zəhra salamullah əleyha gələr başının üstünə, deyər ki, bu balam Hüseynin əzadarlarından biridir. Elə təvəssül eləyək, ilk məclisimizdə Xanım Zəhra salamullah əleyhaya. Çünki bu gecənin ən böyük müsibət görəni, ən böyük əzadarı elə Xanım Zəhra salamullah əleyhadır. Mümkün olsa işıqlardan da azalda, hər kim ki qəmgin olmaq istəyər, narahat olmasın heç.
yadından çıxa bu məsciddə hər kəs. Elə bil tək bir sən bir də Allahdır. Oturmuşsan Əbu Abdullah Hüseyin əleyhissalamın hərəmində, heç kim də yoxdur. Elə bu əzadarlıqlar da bir hərəmdir də. Oturmuşsan ağanın hərəmində, baş-başa qalmışsan, Allahla razı niyaz edirsən. Hər kəsi çıxad yadından. Elə bil ki, elə özünsən. Ondan sonra gətir qəmlərvi, dərdlərvi, bu günlərin ən böyük qəmlərini çəkən xanım Zəhranı təvəssül elə çağır. Sıxıntıların nədir? Nə qədər müşküllərimiz var? Nə qədər qəribliklərimiz var? Nə qədər çətinliklərimiz var? Nə qədər məzlumiyyətlərimiz var? Hamısının qəlbində dərdi-dil elə xanım Zəhra sallallahu aleyhi. Çünki ən böyük məzlum idi xanım Zəhra sallallahu aleyhi. Ən böyük dərd görmüşdü xanım Zəhra sallallahu aleyhi. Bu gecə təvəssül eləyək xanım Zəhra sallallahu aleyhaya ki, sən məni tanıyırsan, bilirsən ki, mən günahkaram. Bilirsən ki, mən sizə layiq davamçı ola bilməmişəm. Amma bir dənə ümidim var, o ümidlə gəlmişəm bu qapıya ki, sizə deyiblər ki, bu gecənin göz yaşlarının müştərisi xanım Zəhradır. Çox dəyərli alır, çox qiymət verir. Çünki xanım Zəhra sallallahu aleyha bu gecə yanır. Balası Hüseyni təkliyib Kərbəlada şəhid elədilər. Sən də gəlib bu ahlalələrindən deyirsən ki, ya Zəhra, o gün təkləmişdilər, Abalon Hüseyni. Bugün biz qoymayacaq o tək qalsın. Nə qədər çətinlik olsa, nə qədər müşkül olsa, nə qədər təzyiq olsa, biz elə ya Hüseyin deyib, hay deyib, ağlayıb, 1400 il gələn bu səsi 1400 il bundan sonraya çatdıracaq. Və xanım Zəhra sallallahu aleyha bilir ki, 1400 ildə kimlər ağlayır, bugün də kimlər ağlayır. Bugün də balasının yasını kimlər saxlayır. Hamımızın adı o dəftərdə var. And ola bu mənbərin sahibinə nə qədər günahkar olmağımızdan asılı olmayaraq xanım Zəhra sallallahu aleyha adımızı yazmasaydı bugün balası Hüseyni ağlaya bilməzdik. Bilmirəm, gördü çox günahda qərb olmuşam, ona görə yazdım. Ya səni gördü ki, çox yaxşı müminsən, yazdı adı, amma hərəmiz bir adla yazıblar. Amma yazıblar gəlmişik. Bura qədər ki, gətiriblər, bundan o izəsində müqayət olar. Bundan o izəsində müqayət olar. Xanım Zəhra ki, deyirəm, məzlum idi. Məzlumiyyəti bilirsin nə idi? Gəlirdi, deyirdi, əmi olacaq. Cəddim Peyğəmbərin şəhərində bilirsən nə qədər məzluma? Peyğəmbər nəvazişlə böyütdüyü. Peyğəmbər hər mən içəri daxil olanda ayağa ki dururdu, bütün Mədinə əhli görürdü, Peyğəmbər mənim qabağıma gəlir, əlimdən öpür, yerində oturur. Bugün mən Mədinənin əhlinə salam verirəm, salamma olurlar. Mədinə cəmaatı mənə salam vermir. Dedi, ya Zəhra, səbirli ol günə, sənə salam vermirlər, mən salam verirəm, salamın cavabını alırlar. İnsan öz şəhərində nə qədər məzlum olar? İnsan öz məmləkətində nə qədər məzlum olar? Xanımın axır günləridir. Həzrət Əmr əleyhissalam gəldi evə gördü ki, xanım Zəhra gün-gündən halı qalmayıb. İmam Sadiq əleyhissalam deyir, elə bir kəlamlarla deyir, İmam Sadiq əleyhissalam elə bir təsvir edir xanım Zəhranın halını. Deyir, nənəm Zəhranın tək sümükləri qalmışdı, bir də dərisi.
Və Həzrət Əmr əleyhissalam üçün bilirsin nə qədər çətin idi. Gəlib o halı görə, amma əlac eləyə bilmir. Bir çarə eləyə bilmir. Bilir ki, bütün munisi, bütün həmdəmə əlindən gedir. Axır günləridir, axır nəfəsləridir. Gəldi, durdu xanım Zəhra salamullah əleyhə. Yuxuya dalmışdı Həzrət. Baxdı, ciyəri yandı da Həzrəti. Gözündən damcılar düşdü xanım Zəhranın üzünə. Xanım ayıldı. Baxdı, gördü, əmoğlusu ağlayır. Deyir, əlini sürtdü, Həzrət əlinin göz yaşlarına, sürtdü, sınmış qabırğalarına. Dedi, əmoğlu, atam Peyğəmbərdən eşitmişdim ki, məzlumun göz yaşı şəfadır. Allah bəlkə sənin göz yaşları var, xatir mənə şəfa verir. Amma əmoğlucan, necə dənə vəsiyyətim var, vəsiyyətlərini deyim sənə. Onlardan da biri budur ki, balalarımdan müqayyət ol. Zeynəbim çox qəmgindir. Amma oğlu Hüseynimdən müqayyət ol. Həsənimdən müqayyət ol. Ümmü Kulsumimdən müqayyət ol. Cinən, əmə oğlu, onları sənə əmanət deyirəm, sənə tapşırırım. Bir İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb veriblər əl-ələ Ümmü Kulsum, gediblər Peyğəmbərin qəbrinə. Gəlib dururlar Peyğəmbərin qəbrin müqabilində, deyirlər ki, ya Cəddah, babacan, Allahdan istə anamıza şəfa versin. Anamız çox cavandır. Biz anamızı itirmək istəmirik, anamıza Allahdan şəfa istəyirlər. İndi düşün o səhnəni, 5 yaşında, 6 yaşında balalar anasını şəfa edirlər. Qayıdıb gəlirlər evə bir ümidlə ki, bəlkə anaları sağalıb, bəlkə anaları yaxşı olub. Gəldilər, qapının ağzına çatanda gördülər, Fizzə dayanıb başı aşağı. İmam Həsən dedi, bibi Fizzə, anamla nə xəbər? Fizzə cavab verə bilmir. İmam Hüseyin əleyhissalam xəbər aldı, bibi Fizzə. Anamızdan nə xəbər? Dedi, Həsən, get, əliyini çağır. Dayı Zəhra yox. Bunları hər dəfə eşidirsən, amma bilirəm qəlbin doludur. Sənə elə hay lazımdır, xanım Zəhranın adını eşidəsin. Və and ola Allaha ki, xanım Zəhra bu hay-hayları eşidir. Bu nalələrimizi eşidir. Qoşun səsinizi bu gecə xanım Zəhranın, ya Hüseyin, vay Hüseynlərin. Deyirlər, məzlum əlini çağırdılar. Gedib inşallah görəsiniz ki, o Peyğəmbər məscidi ilə Həzrət Əlinin qapısı yan-bayandır. Deyirlər, 3 dəfə məzlum əli yıxıldı yolda. Ya Əli, sən Xeybərin fatihiydin. Səni döyüşlərdə heç vaxt dizini yerdə görmədilər. Amma Zəhranın qəmi nə qədər sənə dilimi sındırmışdı. Həzrət gəldi, baxdı ki, xanım Zəhra ruhu uruc edir. Çağırdı oğlum Həsən, oğlum Hüseyin. Zeynəb gəlin vidalaşır. Amma bir xahişim var, ucadan ağlamayın. Xanımın vəsiyyəti var ki, gərək gizli dəfn edir. İmam Həsəni sakitləşdirir, İmam Hüseyni sakitləşdirir. Deyirlər, bir də gördü xanım Zeynəb ağlayır da, onda əli də diyana bilmədi. O da qoşdu səsini, xanım Zeynəbin səsini. İkisi də ya Zəhra bir bağladı.
ألا لعنة الله على القوم الظالمين.